Ben bir çox əsər oxumuşam. Bu əsərlərdən biri də Koroğlu dastanıdır. Koroğlu dastanı haqqında bir dənə sizə məlumat verim. Koroğlu dastanı və Alı kişi var idi. Alı kişi həmişə Həsən xanın imarətində işləyərdi və onun ilxısını otarardı. Və bir gün Alı kişi ilxını otarmağa apararkən və bu otarmağa apararkən ilxıya 2 at qoşuldu. Və bu 2 atı gördü ki, Alı kişi çox zəifdir və bunları qoşdu. Alı kişi ilxını axıra aparmışdı və bu şah bunları yoxlayanda ilxıda gördü ki, 2 əlavə at var. Bu şah qəzəblənib Alı kişinin yanına çağırdı və dedi: Alı kişi, bu atlar mənim ilxımda yoxdur və bu cılız atlar hardan gəlir? Alı kişi cavab verdi: Bu cılız atlar yolda görüb və ilxıya qoşuldular. Və mən bunları axıra getirdim. Və Həsən xan qəzəblənib dedi: Al bu atları və get. Və Alı kişi gedib bu atları oğluna verdi. Oğluna dedi: Bu atları 40 gün, 40 gecə bir axırda saxla və bunlara heç baxmadılar, suyunu və otunu ver. Və oğlu buna səbirlə dözdü və 39-cu gündə axıra baxdı və sağdakı at inkişaf etmiş və kökəlmiş idi. Amma soldakı at arı cılız qalmışdı. Bu hikayəni bilmək istəyirsiniz, Koroğlu dastanını oxuyun.